Salam əziz abituriyentlər, mən Əliyev Murad. Bugün bildiyiniz kimi güvən nəşrlərinin qrup sınaq imtahanı keçirildi. Mən də onun siniflərə aid olan 3-cü qrup Azərbaycan dili suallarının izahlarını verməyə çalışacağam. Başlayaq birinci sualdan. Baxaq. Verilmiş xüsusiyyətlərin hamısının aid olduğu əvəzlik hansı cümlədə işlənmişdir? Bizə nəyi soruşur? Əvəzliyi soruşur. Quruluşsa düzəltmə olmalıdır. İsmi əvəz eləməlidir. Mənsubiyyət çəkilisi ilə işlənməlidir. Baxaq. Burada iki dənə elə bir şey var. Qeyri-müəyyən əvəzlik hərə və hərəsi. Hərənin orada deməli yiyəlik haldır. Bizə mənsubiyyət lazımdır. Burada hərəsi həm qeyri-müəyyəndir, həm şəkilçisi orada leksikdir. Yəni hər təyin əvəzliyi ilə düzəlib. Həm düzəltmədir, həm mənsubiyyət şəkilçisi var, həm də qeyri-müəyyən əvəzlikdir. Hər üçü uyğun gəlirsə cavab B bəndi olacaq. Keçək ikinci suala. Nümunələrə və müqayisə cədvəlinə əsasən uyğun fikirləri müəyyən edin. Yəni doğru fikirləri tapmalıyıq. İlk baharın yeni həyat verici günəşi özünün ilıq və müonnis şüasını ətrafa saçmaqla qışın soyuq havasına qələbə çalmaqda idi. Bu birinci cümlə. Yenə də Əşrəf onu əhatə edən təhdidlərdən, araz keçilməyən təqiblərdən uçunurdu. Baxaq. Birinci cümləyə aid doğru fikri soruşur. Bir-birlə münasibətdə antonim olan sözlər işlənmişdir. Baxaq görək antonim. Bahar və qış. Bahar və qış antonim ola bilirlər. Deməli, 1 doğrudur. 2-yə baxaq. Sözlərdən birində uzun tələffüz olunan saat işlənmişdir. Baxaq, munis. Bəli, burada var. Amma o biri cümlə, baxın burada təqib. Burada da olduğu üçün bu ortaq fikir kimi götürülməlidir. Yanlışdır. Titrəmək, əsmək, çırpınmaq. Bu uçunurdu sözünün mənasıdır. Yəni onun sinonimi sayıla bilər. 3 doğrudur. Çünki burada da doğru fikirləri istəyir. Demək cavabımız 1, 3 olacaq. Elə bir variant 1, 3, 5 də ola bilər, 1, 3, 6 da ola bilər. Gəlin baxaq. 5-ə baxaq. Sözlərdən birində səs artımı baş vermişdir. 6-da isə məcazi mənalı söz işlənmişdir. Məcazi məna, qələbə çalmaq, frazoloji birləşmə məcazidir. Sonra arası kəsilməyən. Gördüyünüz kimi bu kəsilməyən, bu da məcazi mənada işlənib. Deməli cavabımız olacaq 1, 3, 6. Keçək növbəti suala. Hansı cümlədə əvəzlikdən sonra vergülün qoyulması doğrudur? O elə deyir. Elə köməkçi nüsxəsidir, vergül olmayacaq. Ancaq vergül olmayacaq, köməkçidir. Danışır, feildir, olmayacaq. O dəmirçiliyi böyük qardaşından öyrənib. Kim? O. Bəli. Dəmirçi də isim olduğu üçün vergül olacaq. O hadisə hansı sualına cavab verdiyi üçün vergül olmayacaq. Cavab D bəndi. Keçək növbəti suala. Verilmiş bəndin neçənci misrasında mənsubiyyət çəkilsili söz işlənmişdir? Buludlar dağılır uzaqda laylay yenə öz yerində. Özünün yerində. İkinci misrada işlənib. Fəqət nə Cəlal var, nə də ki Humay, nə ömrü acıyır, nə yaşa dünya. Başqa işləmir, yalnız ikinci. Cavab B bəndi. Keçək növbəti suala. Zənnim doğru çıxdı. Yarım saat sonra bütün ətrafı od və güllə səsləri bir cümləsində əvəzliyin hansı məna növü işlənmişdir? Burada bütün əvəzliyi var. Öz, hər, bütün filan eyni. Nə əvəzliyidir? Təbii ki, təyinli əvəzlik. Keçək 6-cı suala. Nümunələrlə bağlı uyğun fikirləri müəyyən edin. Rüstəm ki, Salmanı cavan olsa da gözü açıq iş bacaran, yaxşını pisdən ayırd edən bir adam sayır. Cümləsində həm sadə, həm də mürəkkəb sifətlər işlənmişdir. Baxaq, cavan, sadə sifət, gözü açıq, iş bacaran, mürəkkəb sifət. Bəli, doğru deyirsə, deməli variant da doğrudur. 1 doğrudur. 2-yə baxaq. Maralın vahiməsi Cumanı bəzən min cür pis fikrə, şübhəyə salırdı. Mənsubiyyət keçilsili isim mücərrəddir. Baxaq, burada mənsubiyyət. Bəzən min pis fikrə, şübhəyə salırdı. Maralın vahimə. Burada mənsubiyyət budur.
Bəli, mücərrəddir, amma yanlış yazıldığı üçün bu doğru cavab deyil. Aldadır bəşəri yalan vədələr, haqdan ədalətdən yoxdur bir əsər nümunəsində kökündəki samitlərdən biri düşmüş, söz işlənmişdir. Baxaq, aldadır bəşəri yalan vədələr, haqdan ədalətdən yoxdur bir əsər. Burada haqq 2 dənə samit olmalıdır. Samit gəldiyi üçün biri düşüb, doğru olmalıdır, yanlış yazılıb, olmaz. Mən müharibədən əvvəl Bakıda Dövlət Konservatoriyası yanında 10 illik musiqi məktəbində oxuyurdum cümləsində say və ismin birləşməsindən əmələ gəlmiş mürəkkəb sifət işlənmişdir. Baxaq, burada mürəkkəb sifət, burada 10 illik. 10 illik, görək burada necə işlənib. 10 saydır, bəli, say düzdür. İllik plan sifət olduğu üçün bu yanlışdır. Burada da yanlış verildiyi üçün cavab doğru olacaq. Yəni biz 4-ü götürəcəyik. Bəzilərinin bu işdən xəbəri yoxdur cümləsində əvəzləşən hər ikisi sifətə əvəz etmişdir. Baxaq, bəzi əvəzləyir. Gördüyünüz kimi ismi əvəz eləyib, çünki yerlik və mənsubiyyət çəkilisi var. Yanlış olduğu üçün bunu da götürəcəyik. Cavab 1, 4, 5, bəndi. Keçək növbəti suala. Hansı cümlədə saydan sonra işlənən ismin bu cür işlənməsi yanlışdır? Saydan sonra baxaq. Bir sıradan sonra cəmdə işlənməlidir, düzdür. Azacıq vaxt təkdə işlənməlidir. Az sayından sonra gələn isim təkdə işlənməli idi. Bu yanlışdır. Cavab C bəndi. Uyğunluğu müəyyən edin. 8-ci sual. Cümlələrdən birindəki say ismin xüsusiyyətini qəbul etmişdir, yəni isimləşmişdir deyir. İsmin xüsusiyyətini qəbul etmiş sifətə aiddir deyir, yəni isimləşmiş sifətə aiddir. Bir də öz sualı ilə yanaşı hansı sualına cavab verir. Hansı sualı bilirik ki, sıra sayıları cavab verə bilir. Baxaq, sıra sayı harda var? Gördüyünüz kimi burada. Deməli, 3 olacaq. Görə yaza biləcəyik. 3 yazmaq olmur. Biraz qələmcə sayım pisdir. 3 olacaq. İsmin xüsusiyyətlərini qəbul etmiş sifətə aiddir. İsmin xüsusiyyətini qəbul etmiş sifətə. İsimləşmiş sifət görək harda işlənib. İsmin isimləşmiş sifət. Baxaq. Yüzlərlə qoca həyatdan köçmüş, hekayələrlə yaddaşlarda yaşamışdı. Təbii ki, bu da yüzlərlə qoca. Deməli, yüzlərlə qoca. 3. Deməli, nə olacaq? İsmin xüsusiyyətini 2. C olacaq. 1. İsmin xüsusiyyətini qəbul etmişdir. Haradadır o? Görək. Uşaqların çoxu. Gördüyünüz kimi isimləşib burada 1. B olacaq. 3-ə baxaq. Öz sualı yanaşı hansı sualına cavab verir? 3 dedik ki, olacaq. 4-ə baxaq. Aid olduğu isimin hər zaman cəm çəkilisi ilə işlənməsini tələb edir. Bir çox, bir sıra. Harda işlənib görək? Təbii ki, A bəndində. Deməli, cavabımız C olacaq. Doqquz. Verilmiş cümlələrdəki sifətlərlə bağlı ardıcıllığı müəyyən edin. Keyfiyyət bildirən sifət sadə sifət işlənmişdir. Keyfiyyət bildirən düzəltmə sifət işlənmişdir. Əlamət bildirən mürəkkəb sifət işlənmişdir. Çalışqan, zəhmət sevən. Baxın, burada çalışqan düzəltmədir və keyfiyyət bildirən sifətdir. Deməli, bura 1 olacaq. Elə bilin, bu bəstəboylu, qara çatmaqaşlı insanın bəstəboylu mürəkkəb sifətdir və deməli, nədir? Əlamət bildirir. Deməli, bu da 2 olacaq. Bu dünya nərdivandır, qalxanda mehribandır. Mehriban, sadə, keyfiyyət bildirir. 3. Deməli, nə olacaq? 3, 1, 2. Cavab bəndi.
Sayın mənaca və quruluqsa növünü nəzərə alıb məntiqi ardıcılığı tamamlayın. Çoxlu, düzəltmə qeyri-müəyyən, min, sadə, müəyyən. 11-ci mürəkkəb sıra sayıdır. Deməli, ardıcılıq da bu formada olmalıdır. Düzəltmə qeyri-müəyyən, sadə, müəyyən, mürəkkəb, sıra sayı. Cavab E bəndi. Sual 11. Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Ovçu ömrü. Mənsubiyyə şəkilçi qəbul etdiyini əminliklə demək mümkündür. Bəli, burada sait düşübsə milli mənşəli olduğu üçün demək olar 1 A olacaq. Yazmaq olmadı deməli. Nəysə uşaqlar, yazmaq olmadı. Aha, 1. Bunu da silin. 1 deməli A olacaq. Ümumi isimdir. Ümumi isim olduğu üçün B olacaq. Hər ikisi aid olmalıdır. Konkret isimdir. Konkret ovuc. Burada C-də olacaq. Burada səhvləmişsə A da yaza bilməmişdim, amma indi yazacağam A, C. Sonra söz kökündəki ikinci qapalı sait düşmüşdür. Baxaq, ovuc, ömür hər ikisində. Burada həm də D-də olacaq. Mənsubiyyət və ya hal və ya təsiri şəkilçi qəbul etdiyini ancaq cümlə daxilində bilmək olursa, bu alınma mənşəli sözlərə aiddir. Yəni bu da E olacaq. Deməli, 1 AC, 2 DB, 3 E. Yazmaq olmadı uşaqlar, üzrü sayın. Demək, elə variant haradadır? 3 E, 2 BD, 1 AC. Cavab C bəndi. Keçək növbəti suala. Verilmiş nümunədəki sözlərlə bağlı yanlış fikri müəyyən edin. Yaltaqlıq, satqınlıq sayılır hünər, düzlüyə dolanmır fələyin çarxı. İndiki iblislər, indiki devlər, enişdən yoxuşa axıdır arxı. Bir-biri ilə münasibətdə antonim olan sözlər ümumi qrammatik mənasına görə əşyanın adını bildirir. Yəni, antonim sözlər nədir? İsimdir. Baxaq elə bir şey. Eniş, yoxuş. Deməli, A düzdür. Təsirli halda olan isim konkretdir. Enişdən yoxuşa axıdır arxı. Nəyi? Arxdakı konkretdir. Düzəltmə sifətlər ismə aiddir. Düzəltmə sifətlərə baxaq. İndiki, iblis, div. Bəli, ismə aiddir, düzdür. Cəm keçilçi qəbul etmiş sözlərdən hər ikisinin səs və hərf tərkibi fərqlənir. İblislər, bu fərqlənir. Divlər olmaz. Divlər olduğu kimi qalır. Deməli, D yanlış cavabdır və bizim cavabımız D bəndidir. 13-cü sual. Hansı bənddə həm ismin qeyri-müəyyən təsirli halında, həm də müəyyən təsirli halında olan sözlər işlənmişdir? Gəlin baxaq. Zaman açılanı necə soldurur? Dolunu boşaldır, boşu doldurur. Dolunu, boşu. Burada ikisi də müəyyəndir. Baharı vermişəm, qış qazanmışam. Baxaq, baharı müəyyəndir. Qış qazanmışam, yəni qışı qazanmışam. Baharı müəyyən, qış qeyri-müəyyən. Cavab olacaq B bəndi. Hansı cümlədəki fərqləndirilmiş söz nominativ söz deyil? Taxıl bir dənəsi itməsin deyə gündüzə qarşı gecələrimiz. Bilirik ki, nominativ sözlər müəyyən miqdar sayılan isimlər arasında işlənir. Burada isə şəkilçi də qəbul edir. Deməli, bu isimdir. Cavab ilə A olacaq. 15. Hansı say homonim deyil? Baxaq, 80, 40, 1000, 50, 7. 80mək, 40maq, 1000mək. 50 həm sifət kimi işlənir, həm də say kimi. Deməli, cavab olacaq 7. Yəni, bunu biz nə etməliyik? Bunu silməliyik. Keçək növbəti suala. Hansı sözdə nöqtələrin yerinə birinci hecadakından fərqli sait yazılmalıdır? Paraşüt, panoram, peçeniya, repetitor, salnamə. Gəlin, baxaq bunlara. Repetitor, paraşüt, panoram. Burada O olacaq. Cavab panoram olacaq.
Görək. Panoram, peçenye, salnamə, paraşüt, repetitor. Bəli, cavab B bənd. 17-ci sual. Odunçu oğlu tək başına otaqda oturub Əliyar xanın qərarını gözləyir cümləsindəki sözlərin təhlillə bağlı yanlış fikri müəyyən edin. Mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün kökündəki qapalı sahə düşmüş söz. Baxaq. Oğul sözü. Yanlışı soruşur bizdən. İsimdən düzəlmiş sifət. Baxaq. Tək başına otaqda Əliyar xanın qərarını gözləyir. İsimdən düzəlmiş sifət burada işlənməyib. Cavab B bəndi olacaq. Yerli çal var otaqda. Həm müəyyən, həm qeyri-müəyyən yerli çal olan isimlər işlənib. Odunçu. Odunçunun oğlu qeyri-müəyyən. Xanın müəyyən yerli çal. Təsirli çalda olan isim həmçinin mənsubi şəkildə qəbul etmişdir. Baxaq. Qərarı, qərarına. Bəli, cavab elə B bəndir. Bəndlərdən birində frazoloji birləşmə işlənməmişdir. Gəlin baxaq. İnsanoğlu can verər. Can vermək frazoloji birləşmədir. Onun gözəlliyi, incə varlığı duyan ürəklərə lərzə salırdı. Lərzə salmaq. Əhməd bu uzun müddət içində başda nə kimi bir dəyişiklik vücuda gəldiyini, vücuda gəlmək. Ailədəki bu qarşılıqlı ehtiramı indi artıq ənənə və etiqad halında idi. Burada frazoloji birləşmə yoxdur. Cavab olacaq nə? D bəndi. Ay dənizin üstünə türəyib sanki gecəyə xəbər vermək. Burada frazoloji birləşmə var. Cavab D bəndi. Bəndlərdən birində həm sadə, həm də düzəltmə sifət işlənmişdir. Həm sadə, həm düzəltmə nə işlənib? Sifət işlənib. Bu qoca dünyanın şahidiyəm mən, kölgənin incələr hər gəlib gedən. Sadəsi var, düzəltməsi yoxdur. Sənin oğlun Fərman qoçaq oğlandır, ancaq onun bekar və avara gəzmək zərfdir. Kamil insan öz sədnəsi çıxaran hər tərəfli mürəkkəbdir, olmayacaq. Böyük işlər, düzəltmə var, adının çəkilməsə gördüyün işləri danışsın. Burada sadə yoxdur. İncilir tənbələ sevmir qorxaq, tənbəl sadə, qorxaq. Aq burada leksik şəkilçidir. Qorxaq, həm sadə, həm də düzəltmə sifət. Sadəcə isimləşib burada, ismin xüsusiyyətlərini daşıyır. Cavab E bəndi. Bəndlərdən birində həm qeyri-müəyyən, həm də təyini əvəzlik işlənmişdir. Həm qeyri-müəyyən, həm də təyini əvəzlik. Bu torpaqda dərindən kök salaraq hər tərəfə uzatmışam qolumu. İşarə, təyini. B-də baxaq. O, şəxs əvəzliyi, təyini əvəzlik. İşarə əvəzliyi, şəxs əvəzliyi. Hər şey qeyri-müəyyən, öz təyini əvəzlik. Cavab olacaq D. Vaqif bir kimsə ki, bizdən, biz şəxs əvəzliyi, biz şəxs əvəzliyi. Cavab D bəndi. Keçək növbəti suala. Cədvələ əsasən uyğun, yəni doğru bəndi tapın. Bəzi əvəzliyi qeyri-müəyyən əvəzlikdir, sifəti əvəz edir. Təbii ki, doğrudur. Burada yanlış yazıldığı üçün yanlışdır. Mən əvəzliyi mənsubə şəkilçisi qəbul etmir. Bildiyimiz kimi, şəxs əvəzlikləri ümumiyyətlə mənsubiyyəti qəbul etmir. Doğrudur. Burada doğru olduğu üçün doğru fikir B bəndidir. Cavab B. Doğranmaq sözünün fonetik təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Baxaq, səs və hərf tərkibi arasında iki fərqli məqam var. Uşaqlar, mən bunu yaza bilmirəm. N hərfi deməli M kimi olacaq. Q hərfi isə X kimi tələffüz olunacaq. İki fərqli məqam. Sözdə bir-birlə qarşılıq təşkil edən samitlər, bəli, Q və X ahəng qana tabe edir. Üç cingiltili samitin karı qarşılığı yoxdur. R, M. Bəli, üçün yoxdur. Saitlərin hamısı qalın, açıq, dodaqlanmayandır deyirsə, o burada uşaqlar dodaqlanır. Deməli, yanlış cavab E bəndi olacaq. Çünki bizdən yanlışı soruşurdu.
İsmin sonuna cavab verən sifətin işləndiyi nümunələri müəyyən edin. Ay gümüş dağlarda nazlanır gəmi. Demək bizə nəyi soruşur? İsimləşmiş sifəti soruşur. Burada isimləşmiş sifət yoxdur. Yaralılara qızılı qablarda yaralı sifətdir cəm keçəcəsi qəbul etdiyi üçün isimləşib 1-i 2-dir. Ziyafət başlamamışdı. Sanki ziyafətin başlanması üçün möhtərəm bir qonağın intizarı çəkilirdi. Burada möhtərəm sifətdir, amma isimləşməyib. Hacı Kərimli bugünkü çıxışında çox önəmli məsələlərə toxundu. Burada isimləşmiş sifət yoxdur. İndi mühəndis əsgər şirkətin banisi və böyük burada sifətdir. Gördüyünüz kimi ismin şəkilsini qəbul edib. Cavabımız olacaq 2, 5. Venn diaqramına əsasən nəyi soruşur bizdən? Yanlış fikirləri müəyyən edin. Qoca bağban qollarını başının altına çarpazlayaraq güllü çiçəkli dağları seyr etməyə başladı. Budur, maşın çətin daşlı, çəkili sürüşkən dağ yoxuşlarını zorla yuxarı qalxır. Bizə nə soruşur? Düzəltmə isim işlənmişdir. Baxaq, bağban, düzəltmə isim işlənib. Görək digərində varmı? Xeyr, yoxdur. Deməli, bir doğrudur. Yəni, bir doğrudursa, bizə nəyi soruşur? Yanlış fikri. Biri götürməyəcəyik. Mənsubiyyət çəkilisi qəbul etmiş isim adlı halda deyil. Baxaq, başının altında yerlik haldır. Dağ yoxuşlarına təsirlik haldadır. Hər ikisində olduğu üçün 2 yanlış cavabdır. Yəni 2-ni götürməliyik. Quruluşda sadə və mürəkkəb olan sifətlər işlənmişdir. Baxaq, ortada. Qoca sadə sifətdir. Güllü çiçəkli mürəkkəb sifətdir. Çətin sadə sifətdir. Daşlı çiçəkli mürəkkəb sifətdir. Deməli, 3 də doğrudur. 4-ə baxaq, ismi əvəz etmiş, əvəzli işlənmişdir. Şurada, burada ümumiyyətlə heç birində əvəzlik yoxdur. Yanlış olduğu üçün götürürük. 5-ə baxaq, düzəltmə sifət işlənmişdir. 2-yə aid olmalıdır. Baxaq, sürüşkən, bəli, işlənib. Digərində isə işlənməyib. 5 doğrudur. Say işlənməmişdir. Say heç birində işlənməyib. Ortada olmalıydı. O da yanlışdır. Cavabımız oldu 2, 4 və 6. Verilmiş cümlədəki fərqləndirilmiş sözlərin sinonimlərini ardıcılıqla düzün. Hər tərəfli nədir? Deməli, müfəssəl 5. Sonra deməli, ağız dolusu danışırdı, yəni həvəslə danışırdı. 3. Qarışıqlıq, xaos deməkdir. 1. Töhfə, ərmağan deməkdir. 2. Sonra qübbədə nə qaldı? Bir günbəz qaldı. 4. Yəni 5, 3, 1, 2, 4 olacaq cavab. Verilmiş nümunədə işlənməmişdir. Bürüyür, nəyə soruşur? İşlənməyəni soruşur təbii ki. Bürüyür dövrəmi saysız ulduzlar, başqa zövq alıram bugün aləmdən. Yox, ulduzlar deyil, məni bürüyən sözlər məclisinin qonağıyam. Frazoloji birləşmə, zövq almaq, işlənib. Qeyri-müəyyən yəlik halda olan isim, sözlərin məclisi, işlənib. Mürəkkəb isim, baxaq, mürəkkəb isim yoxdur. Biri 3 olacaq cavabımızın. Səs və hərf tərkibi fərqlənən sifət. Saysız sifətdir, fərqlənmir. Başqa fərqlənmir. Ulduzlu bu məni bürüyən sözlərin qonağıyam mən. Bu 4-də yoxdur. Çıxışlı halda olan isim, baxaq, aləmdən. Bəli, bu var. Cavabımız olacaq 3 və 4. Uyğunluğu deyir, neyini müəyyən edin. Doğru, yəni bizdən doğru fikri soruşur. Adi dərəcədə olan sifət işlənmişdir. Azaltma, çoxaltmanı soruşur. Görək qələmimiz yazsa biz bunu rahatlıqla tapa bilərik. Çətin sual deyil. Gömgöy çoxaltmadır. Deməli, A harda olacaq? Yaza bilsək, burada olacaq. A, bu A deyilir. Elə fərz edin ki, A-dır.
Aha, uzaqdan görsənən təpə yaşıl təhər. Təhər azaltma dəyərini düzəldir. Deməli 2 bura B olacaq. Mhm. Sonra C-yə baxaq. Buruqlarım hayqıraraq nərə salır boz çöllərə. Boz adi dərəcədə olacaq. Bura olacaq C. Kəndin kənarından get-gedə sıxlaşan və illəşən xırdaca. Ca çoxaltma bildirir. Deməli D olacaq. Çiskinli və qaranlıq gecəni aydın bir səhər. Çiskinli, qaranlıq. Adi dərəcədə olan nədir? Sifətlərdir. Bu da olacaq E bəndə. Deməli 1 C-yə, 2 B, 3 A və D. Belə. Test sualları bitdi. Keçək nəyə? Mətnə. Siz uşaqlar mətni oxuyun. Çox güman ki, oxumusunuz da imtahandan çıxmısınız. Deməli, Arda da bu tərəfdədir. Aha, deməli, bu da mətnin ardıdır. Suallara baxaq. Mətnə əsasən doğru fikri müəyyən edin. Seçiminizi nə edir? Əsaslandırın. Civə təbiətdə hazır şəkildə olur. Civə temperatura həssas reaksiya göstərdiyi üçün tibbdə istifadə edilir. Təbii ki, həssas olduğu üçün tibbdə istifadə olunmur. O yanlış fikirdir. Doğru fikir 1-dir. Bəs necə əsaslandıra bilərik? Mətnin əvvəlinə baxsaq, burada görərik ki, civə asan baxaq. Təbiətdə civə qırmızıya çalan kinovar mineralının tərkibində olur. Kinovar bir çox qaya süxurlarında olur, amma əsasən vulkan mənşəli süxurlarda tapılır. Bu iki cümləni yazsaq, cavabımız kifayət eləyəcək. Və bu da onu göstərəcək ki, həqiqətən də hazır şəkildə tapılır. Baxaq. 29-a baxaq. Mətnin məzmununa əsasən nöqtələrin yerinə uyğun ifadə yazmaqla cümləni tamamlayın. Baxaq görək mətn. Bu gün civədən həm də rəng istehsalında, stomatologiyada və elektrik cihazları istehsalında geniş istifadə olunur. Yazsaq cavabımız düzgün olacaq. Geniş istifadə olunur. Keçək növbəti suala. Civə qədim zamanlarda, civə günümüzdə aşağıya da hər ikisini də yaza bilərik. Deməli, görək. Civə günümüzdə məlumdur ki, mətndə də var ki, termometrlərin yaranmasında istifadə olunur yaza bilərik. Civə qədim zamanda burada belə bir ifadə var idi uşaqlar. Məsələn, bunu yaza bilərsiniz. Deməli, hansıdır? Ondan deməli, baxaq. Ondan metalını örtən təbəqə kimi istifadə olunur. Yaza bilərik ki, qədimdə civədən metalın üzərini örtən təbəqə kimi istifadə olunurdu. Belə yaza bilərik. Bəs hər ikisinə nə yaza bilərik? Yaza bilərik ki, həm qədim zamanda, həm də günümüzdə deməli civədən tibbdə geniş istifadə olunurdu. Yaza bilərik. Çünki həm qədimdə istifadə olunub, həm də indi.